Azərbaycan xalq deyimində belə bir misal var: Polad sınar, əyilməz. Bu atalar misalı maddələrin plastik və elastikliyi ilə bağlı olan bir misaldır. Məlumatlara keçməmişdən əvvəl kanala abunə olub bizlərə dəstək ola bilərsiniz. Belə ki, elastiklik anlayışı Yunan mənşəli söz olub, maddənin dartılıb uzanaraq əvvəlki formasına qayıtmaq xüsusiyyətidir. Plastiklik dedikdə isə maddəyə müəyyən bir forma verdikdə həmin formanı saxlamaq qabiliyyətidir. İndiki dövrümüzdə polada müxtəlif metallar və başqa materiallar qatmaqla ondan həm elastik, həm də müəyyən bir forma verərək plastik xüsusiyyətlər əldə etmək olar. Yəni, atalar misalında deyildiyi kimi poladın əyilməsi mümkündür, həm də ondan biz müxtəlif formalar da əldə edə bilərik. Ümumiyyətlə, ən elastik materiallara misal olaraq qrafeni, həmçinin silisium əsaslı müxtəlif polimerləri misal göstərə bilərik. Təbii kauçuk, həmçinin ondan alınan rezin də elastik xüsusiyyətlərinə görə çox yüksək keyfiyyətli maddələrdir. Plastik maddələrə misal olaraq isə biz qızılı göstərə bilərik. Belə ki, qızılı biz 1 qram olmaqla, dartıb uzatmaqla 1,5 kilometrə qədər nazik tel əldə edə bilərik. Həmçinin alüminium, mis və gümüş metalları da yüksək plastikliyə qabiliyyətinə malik olan metallara misal ola bilər. Maraqlı məlumatların davamı üçün videonu bəyənməklə bizlərə dəstək olmağı unutmayın.